Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə birlikdə fəlsəfə və dünya tarixinin ən intellektual şəxslərindən biri haqqında danışacağıq. Əbu Həmid Məhəmməd Əl-Qəzali, digər adı ilə İmam Qəzali. Eyni zamanda qarşımda gördüyünüz kitab haqqında da məlumat verəcəm. Bu İmam Qəzalinin Məqasidül Fəlasifə əsəridir. Onun ən ağır əsərlərindən biridir. Gücümüz çatdığı qədər bunun haqqında məlumat verməyə çalışacağıq. Əvvəlcə Qəzalini tanımaqla başlayaq. Qəzali 1058-ci ildə Tuz şəhərində anadan olub. Hal-hazırda o şəhərin adı Məşəddir. Məşəd şəhəri. Şəhərin adı dəyişdirilib. Əsl adı əslində dediyimiz kimi Məhəmməddir. Bəs niyə ona Qəzali deyilir? Bununla bağlı iki müxtəlif fikir var. Birinci fikir atasının peşəsi ilə bağlıdır. Yəni atası yun işi ilə məşğul olduğu üçün Qəzali adını alıb, ərəb sözündən keçən bir məsələ ilə bağlı. Digər fikrə görə isə ümumiyyətlə Qəzal adlı kənddə doğulub, böyüyüb Qəzali, ona görə o adı alıb. İki fərqli fikir var. Amma əslində bir çox düşünürə görə, bir çox araşdırmacıya görə ikinci fikir burada daha tutarlıdır. İmam Qəzali dövrünün ən böyük təhsil müəssisələrindən biri olan, ən qədim universitetlərdən biri sayılan Nizamiye mədrəsəsində baş müdərris vəzifəsində çalışıb. Yəni bildiyimiz indiki ən belə prestijli dünyada sayılıb seçilən universitetlərin rektoru kimi düşünə bilərsiniz. Lakin o oxuduqca, araşdırdıqca depressiyaya düşüb. Hətta 11 il öz Əl-Munqiz minəd-Dəlal, Dəlalətdən Hidayət adlı əsərində qeyd edir ki, 11 il hər şeydən uzaqlaşıb. Hətta bəzi dövrlər yemədən, içmədən kəsilib. İnzivaya çəkilib. Çünki fəlsəfənin insanı şübhəyə sürükləyən bir tərəfi də var. Buna etiraf etməliyik. O da fəlsəfənin bu yönündən öz nəsibini alıb. Ona görə deyirlər, cahillik xoşbəxtlikdir. O da oxuduqca, araşdırdıqca, məlumatı artdıqca depressiyaya düşüb. Lakin daha sonra toparlanıb və o 11 illik inziva sürecində düşündüyü, araşdırdığı, öz beynindəki suallara necə cavab tapdığı ilə bağlı kitablar yazıb, bunları metodiki vəsaitlər kimi insanlara təqdim edib. Bu əsərlərindən biri də qeyd etdiyimiz Məqasidül Fəlasifə əsəridir. Əvvəlcə onu deyim ki, mən açıq Qəzalinin bu əsərini oxumadan əvvəl elə bilirdim ki, bu əsər yəni fəlsəfəyə giriş kimi oxuna bilər. Nəticə etibarilə filosofların ümumi məqsədləri haqqında danışır deyə düşünmüşdüm. Amma sən demə bu əsər çox ağırdır, çünki Qəzali bunu sadəcə bir dərslik kimi yazmayıb. Yəni Fərabi və İbn Sina kimi, eyni zamanda onların Qəzalinin öz dövründəki təmsilçiləri kimi ən intellektual və elit fəlsəfə təbəqəsinə qarşı bunu yazıb ki, yəni mən sizin düşüncələrinizi sizdən yaxşı bilirəm. Ona görə bu əsəri qələmə alıb. Qeyd edim ki, Qəzalinin başqa bir çox əsəri də var. Deyilənə görə 300 əsər yazıb öz dövründə, 300 əsər. Və dövrümüzə də 75 əsər qalıb. 75 əsər sizə çoxmu gəlir, azmı gəlir deyə bilmərəm tam olaraq bunu, amma belə düşünün. Onun İhya-i Ulumuddin adlı bir əsəri var və 4000 səhifədir. Yəni bu 4000 səhifəlik İhya 75 əsərdən biridir dövrümüzə qalan. 75 əsər anlayışında daha yaxşı qavrayın istəyirəm. Məqasidül Fəlasifənin yazılma səbəbi haqqında danışırdıq. Bilirsiniz ki, Qəzalinin ən məşhur əsərlərindən biri Təhafütül Fəlasifədir. Yəni filosofların tutarsızlığı. Məqasidül Fəlasifəni də əvvəlcədən ona görə yazıb ki, yəni tənqid edəcəyi güruhun bir xəritəsini çizib, daha sonra Təhafüt əsərində də o xəritədəki boşluqları, çatlaqları göstərib.
Yəni məsələn mən bu gün çıxıb mən yox, ixtiyari, yəni hamı, kim olursa olsun, bir məsələni müzakirə eləyəndə deyirlər, bilmirsən, ona görə sən tənqid eləyirsən bu məsələni. Bu mövzuda cahilsən və s. Qəzali də əvvəlcədən bu tip fikirlərin qarşısını almaq üçün Məqasidül Fəlasifə əsərini yazıb və bu fikirləri fəlsəfə elmlərinin nə qədər möhtəşəm və gözəl bildiyini göstərib. Yəni ümumiyyətlə Qəzalinin bu əsəri fəlsəfənin Everest zirvəsidir, belə deyək. İstəyirəm, əlbəttə ki, hamısından girəcək zamanımız da yoxdur. Açığı hamısına girib dərs keçə biləcək mənim bilgim də yoxdur. Qəzalini anlamaq, tam anlamaq ən azından çox çətin məsələdir. Amma ən azından düşünürəm ki, faydalanmalıyıq bu böyük alimin fikirlərindən. İstəyirəm əsərin müqəddiməsindən başlayım. Əlimdəki əsər türkcədir, yəni Azərbaycan dilinə Məqasidül Fəlasifə çevrilibmi bilmirəm. Amma türkcə bilirik, mən də buradan mümkün qədər anlaşılmayan yerləri anlatmağa çalışacağam. Müqəddimədə belə başlayır İmam Qəzali. Bizi dəlalətdən qoruyan və cahillərin ayaqlarının kaydığı yeri bizə öyrətən Allaha hamd olsun. Cəlal sahibi tərəfində tahsis edilən salat və selam, gelişi və sözləri ilə mahlukatın en hayırlısı Muhammed Mustafa və onun ehli beytinin üzərinə olsun. Ümumiyyətlə Qəzali müqəddiməsində bütün əsərlərinə belə başlayır. Zikir və salavatla. Və ardından öz niyyətini deyir. Ben felsefecilerin tutarsızlıkları, görüşlerindeki çelişkileri, karıştırmaları ve yoldan çıkmalarındaki gizliliklerini ortaya çıkaracak, gönüllere şifa veren bir esere başlamak istiyorum. Burada xüsusilə gönüllere şifa veren kelimesini seçməyinə diqqət edin. Kimsə dağıtmaq deyil, kimsə çöktürmək deyil, gönüllere şifa vermək. Çünkü felsefenin o depresiya sürükləyici tərəfini də Qəzali çox dərindən bilirdi. Bu kəlməni seçməyinin həqiqətən də bir önəm var. Onların mezheplerini tanıtmadan, itikatlarını öğretmeden sana yardım etme ümidi yok. Zihinsel kabiliyetlerini kapsamlı bir şekilde kavramadan mezheplerinin yanlışlığı üzerinde durmak mümkün değildir. Bilakis onların mezheplerini kavramadan konuşmak cahilliğe ve sapıklığa atılmaktır. Yani biz felsefecilerin fikirlərini tam bilməsək, onlar düz mü düşünür, səhv mi düşünür və s. bir şey deyə bilmərik. Bir də onu da əlavə edeyim dostlar. Modern dövrdə belə bir fikir yayılıb ki, bəs Qəzali fəlsəfəyə zərbə vurdu, Qəzali elmə zərbə vurdu və s. Qəzali ağla və fəlsəfəyə qarşı olan bir adam deyildi. Ona görə də bu düşüncələr yanlışdır. Qəzali sadəcə elmin və fəlsəfənin, eyni zamanda məntiqin sərhədlərini çəkmək istəyirdi. Yəni bizim əlimizdə bir alət var. Məntiq var, fəlsəfə var. Amma bu aləti biz işlətməliyik mütləq şəkildə. Amma bu alətin limitsiz bir gücə sahib olduğunu da düşünməməliyik. Yəni o fəlsəfəyə zərbə vurmadı. Fəlsəfənin sadəcə sərhədlərini çəkdi. Ki bu çox önəmli bir məsələdir. Və davam edir İmam Qəzali. Fəlsəfəcilərin mantık, tabiat və ilahiyyat ilimlərindəki maksatlarını hikayə edən, aralarındaki hak-batıl ayrımı yapmaksızın tutarsızlıklarını öz bir şekilde sunmaya uygun buldum. Ben sadece sözlerinin sonunu anlamayı kastediyorum. Maksatları dışındaki teferruatı ve ilave sözleri zikretmek suretiyle sözü uzatmak istemiyorum. Yəni mövzunu çox uzatmayacaq da deyir. Fəlsəfəçilərin məntiq, təbiət və ilahiyyat, teizm məsələlərindəki məqsədlərini araşdıracaq. Fəlsəfəcilərin inandıkları delilləri ilə ilgili misallər və hekayələr sunacağım. Deyir ki, onların inandığı sübutları ilə bağlı hekayələr təqdim edəcəm və onları analiz edəcəyik.
Buraya gelip bu kitabı tamamladıktan sonra felsefecilerin görüşlerini ciddi bir şekilde eleştireceğimiz bir kitaba başlayacağız. Biz o kitaba inşallah Tehafütül Felasife ismini vereceğiz. Bu kitaba mantık ilminin anlatılması ve sunulmasıyla başlıyoruz. Yani düşünün 1000 il evvel İmam Gazali bir kitap yazır ve mantık ilmiyle başlayır kitaba. Gördüğünüz gibi. Birinci kitap mantık ilmi. Buradan da bir hisse oxumaq istəyirəm sizə. Mantık ilminə giriş. Ön söz. İlimlərin bir çox şubələrə ayrılsalar da, iki qismında sınırlıdırlar. Təsavvur və təsdiq. İlimlərdir bir çox hissəyə ayrılır, amma əsasən təsəvvür və təsdiq hissələrinə bölünür. Bir təsavvur. Təsavvur tekil bir ifadənin dəlalət etdiyi zatların anlama və tahqiq yolu ilə idrak edilməsidir. Cisim, ağac, ayna, melek, cin və bənzəri lafızlardan kast edilən manayı anlamaq gibidir. Təsavvür yəni bir ifadənin, bir kəlmənin deyildiyi zaman sizin beyninizdə onun bir simasının canlanmasıdır, belə düşünə bilərsiniz. Yəni mən kitab deyəndə sizin beyninizdə bir şey canlanır. Bu təsavvur hissəsidir. Gəlir 2, təsdiq hissəsi. Təsdiq senin aləm sonradan yaratılmıştır. Allah'a itaatdə karşılık mükafat vardır və günaha karşılık ceza vardır gibi hükümləri bilməndir. Yəni təsəvvür bir cismi təsəvvür etməkdə. Təsdiq onun haqqında bir qaziyyədə, yəni bir hökmdə bulunmandır. Məsələn, mən deyirəm kitab. Kitab deyəndə əgər sənin beynində bir şey canlanmırsa, kitab bərkdir və ya bu kitab səhvdir deyəndə də sənin beynində bir şey canlanmaz. Əvvəlcə tədqiqat obyektini biz müəyyənləşdirməliyik, onu beynimizdə canlandırmalıyıq ki, o tədqiqat obyekti ilə bağlı konkret bir hökm verəndə də sözlərimiz havada qalmasın. Və əmin olun ki, həqiqətən də bu məsələ bugün bir çox insanın belə üstündə olan bir düşüncəni bizə göstərir. Bugün bir çox insan müəyyən məsələlərlə, müəyyən anlayışlarla bağlı danışır. Amma anlayışın nə olduğunu endiyimizdə görürük ki, o danışdığı anlayışın nə olduğu ilə bağlı heç nə bilmir əslində. Məsələn, danışır ki, əxlaq qanunlarına ziddir bu. Əxlaq belə olmalı. Enirsən ki, əxlaq nədir? Görürsən ki, bu adam əxlaqın nə olduğunu bilmir əslində. Əxlaqın nə olduğunu bilmədən əxlaq qanunları qoyur. Nəyin əxlaqa uyğun olub olmadığını deyir. Əxlaq çox ekstrem bir örnək oldu bəlkə də, amma müxtəlif sahələrdə bu belədir. Burada ən belə önəmli olan hissələr vacib-ül vücudla bağlı məsələlərdir. Bilirsiniz ki, Fərabi və İbn Sina vacib-ül vücud məsələsini İslam dünyasında sistemləşdirənlərdəndir. Qəzali də burada vacib-ül vücud məsələsinin nə olduğunu, onun cövhər olaraq adlandırıla bilməyəcəyini müzakirə edir. Eyni zamanda mənə qalırsa çox önəmli bir müzakirəni də burada aparır. Məntiqin sərhədlərini təyin edir və daha sonra Təhafüt əsərində də bu məntiqin niyə Tanrıya tətbiq edilə bilməyəcəyini, yəni məntiqimizin, fəlsəfəmizin Tanrı qarşısında niyə aciz qalacağına təyin edir. Çünki həqiqətən də biz fəlsəfə ilə və məntiqlə məşğul oluruq, elmlə də məşğul oluruq ki, olmalıyıq. Bunlar çox faydalı bir şeydir. Amma bəzən sərhədlərimizi bilmirik. Hətta bunu nəinki, hətta bizim kainatımız daxilində belə bu həqiqəti bizə 100% tapmağa imkan vermir. Hətta tutub bəzən bunu Tanrıya tətbiq eləmək istəyirik. Bu hədsizlikdir də, yəni. Fəlsəfənin sərhədlərini bilməyən bir insan, məntiqin sərhədlərini bilməyən bir insan fəlsəfəni də bilə bilməz, məntiqi də bilə bilməz. Bir şeyin əvvəlcə sərhədlərini təyin eləməliyik ki, onu qavraya bilək. Qəzali bu baxımdan mən düşünürəm ki, nəinki fəlsəfəyə zərbə vurmaq, fəlsəfəyə zərər vermək, məntiqə və ya digər elmlərə zərbə vurmaq
tam tərsinə çox daha faydalı bir perspektiv qazandırıb. Həm İslam dünyasına, həm bütün dünyaya. Onu da qeyd edeyim ki, Mekasütül Fəlasifə əsəri Qərbdə ilk dəfə tərcümə olunandan yüzlərlə il sonra Təhafütül Fəlasifə əsəri dərc olunub və Qərbdə uzun illər düşünülüb ki, Qəzali bu Mekasütül Fəlasifə əsərində ki məsələlərin mütləq doğru olduğunu düşünür. Çünki bilməyiblər ki, Təhafütül Fəlasifə əsərində əslində bu məsələlərin doğru ola biləcəyini, amma mütləq doğrunu bizə göstərməyəcəyini qeyd edir. Sərhədlərin çizdiyini bilməyiblər. Ona görə İbn Sina və Fərabi xəttinin bir davamçısı olaraq görüblər Qəzalini. Qəzalinin yeni bir xətt açdığını uzun müddət Qərb dünyası bilməyib. Bu da maraqlı bir faktdır. Yəni həqiqətən də görürsən ki, adam Fərabinin Xoşbəxtliyin qazanılmağı əsəri olsun, İdeal dövlət əsəri olsun, bu tip əsərlərini dərindən qavrayıb da. Bu adam Fərabinin fəlsəfəsini, məşayixçilərin gələnəyini çox yaxşı qavrayıb. Kitab 3 hissədən ibarətdir. Məntiq, ilahiyyat və təbiət elmləri. Üçünü də möhtəşəm şəkildə irdələyir. Mən də əlimdən gəldiyi qədər bu əsəri oxuyuram. İstədim sizinlə də bölüşüm. Açığı uzun bir zamanda oxuyuram. Lakin çox qarışıq bir əsərdir, çox çətin bir əsərdir. İçində çox kompleks ifadələr var və günümüzün nemətlərindən, texnologiyalarından istifadə edərək daha yaxşı qavramağa çalışıram bu əsəri. İstək olarsa, daha da bu əsəri irdələdiyimiz videolar gələr və yaxud Qəzalinin başqa əsərləri, məsələn, Əl-Munqiz Minəd Dəlail əsəri. Orada düzdür, əsasən Qəzali öz həyatından bəhs edir, amma möhtəşəm nümunələri var. Niyə duyğu üzvlərimizə güvənməyimizin qəti olmayacağı, doğru olmayacağı ilə bağlı və s. Yəni İmam Qəzalinin bu əsəri, Mekasütül Fəlasifə əsəri məşayixçilərə, digər İslam filosoflarına qarşı bir güc göstərisidir, bir gövdə göstərisidir, belə deyək. Ona görə çox önəmli bir əsərdir. Ki, Qəzali kimi bir dəhanın da güc göstərisi, gövdə göstərisi bundan az olmayacaqdır. Ki, bu birinci hissədir. İkinci hissə bundan da daha güclü bir güc göstərisidir, belə deyək. Bunlara yəni doğru perspektivdən baxmağa bacarmaq lazımdır. Fəlsəfədəki, elmdəki boşluqları göstərmək elmə ziyan verməz. Mən düşünürəm ki, elmi daha da doğru istiqamətə yönəlməyə kömək edir. Günümüzdə də var, baxın, ümumiyyətlə götürək astrofizikanı. Nə bilim, multikainatlar nəzəriyyəsindən, metaversdən bəhs edirlər və yaxud string nəzəriyyəsi olsun və yaxud kvant fluktuasiyaların heç yoxdan kainat yarada biləcəyi və s. kimi spekulativ və ağla məntiqə sığmayacaq iddialar olsun. Bunlar hamısı əslində Qəzalini bəhs elədiyi şeyə gedib çıxır. Biz elmi və düşüncə gücümüzü elə güvəniləcək bir alət olaraq görürük ki, artıq bir yerdən sonra onu kontrol altına almasaq, bu cür ağla məntiqə sığmayan, həqiqəti tapdığını zənn edən fikir cərəyanları yaranır. Bu baxımdan çox önəmlidir Qəzalini anlamaq. Nə dərəcədə anlaya bilirik? Şübhəlidir. Amma ümid edirəm ki, daha yaxşı olacaq, daha yaxşı inkişaf edəcəyik. Siz də mənim kanalımı takip edin, abunə olun, videolarımı izləyin, təkliflərinizi və iradlarınızı yorumda qeyd edin. Birlikdə ucalaq, birlikdə daha yaxşı düşünək. Təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun.